Arıqlamağa çalışanlar. Bu video sizin üçündür. Arıqlamağa çalışarkən proses Taputu. olanda nəticə də Taputu. olur. Normal arıqlaya bilmək üçün bazal metabolik dərəcənizi bilməlisiniz. Bazal metabolik dərəcə istirahət anında yandırdığınız kalori miqdarıdır. Lakin çoxumuzun bilmədiyi məqam budur ki, bədən daimi sağ qalma rejimindədir və biraz arıqladıqdan sonra siz artıq bir müddət kalori defisitində olduğunuza görə sağ qalma rejimi daha da güclənir və bədən minimal kalori yandırmağa çalışır. Məhz buna görədir ki, çox adamda qarnın aşağı nahiyəsindəki piqatı getmir və ya çox gec gedir. Bunun qarşısını ala bilmək üçün kalorinin böyük hissəsini zulaldan almağa çalışın, həftədə 2-3 dəfə ağırlıq məşqi eləyin və idmandan kənardakı fəaliyyətlərinizdə hərəkətli olmağa çalışın ki, davamlı şəkildə arıqlayasınız. Növbəti videolarda bazal metabolik dərəcəni və gündəlik yandırdığınız kalori miqdarını necə hesablamalı olduğumuzdan danışacağam. Videonu bəyənməyi və səhifəni izləməyi unutmayın ki, bu kimi faydalı məlumatlardan xəbərdar olasınız.